tədbirinizi xoş gördük. Oradan buradan tapşırıqlar silsiləsindən bugün belə bir deməli məsələnin iki cür izahına baxacağıq. Qutu üsulu ilə ağac üsulu. Deməli qutu üsulu, bir də ağac üsulu. Gəlin başlayaq qutu üsulundan. Görək qutu üsulunda bunu necə həll etmək olar. Deməli tapşırıqda nə deyilir? Deyilir ki 3, 5, 8 və 6 rəqəmlərindən istifadə etməklə yalnız 3 rəqəminin təkrarlana biləcəyi neçə müxtəlif 3 rəqəmli ədəd düzəltmək olar. Deməli, birinci vəziyyət üçün biz 3-ün, yəni heç birində olmamaq şərtinə baxırıq. Necə? Birinci 3-ü buradan çıxartmaqla 5, 8, 6, yəni 3 vəziyyət, 3 hal. İkinci qutumuzda 8, 6, 2 vəziyyət. Üçüncü qutumuzda təkcə 6'nın özü bir vəziyyət. Bu da verir bizə 3 vuraq 2 vuraq 1 bərabərdir 6. Biz bunu necə icra etdik? Deməli, bunun vəziyyətini necə quraq? Vəziyyətini qoyaq birinci vəziyyətdə 3 heç birində olmasın. Heç birində 3 olmadı. Yəni burada 3'ü çıxmaqla digər rəqəmlərin yalnız bir dəfə iştirak etdiyi halına baxırıq. Deməli, baxaq indi isə ikinciyə. 2-də deyilir. 2-də isə biz artıq 3'ün mərtəbələrinə görə yerləşdirəcəyik. Yəni birinci deməli mərtəbədə 3 yalnız özü, ikinci mərtəbədə 5, 8, 6 3 dəfə, üçüncü mərtəbəsində isə 8 və 6 2 dəfə. Bu da bizə verir 6. Burada deməli onu qeyd edeyim ki, deməli 3 yalnız birincidə iştirak eləyəcək. Digər qutularda həmin hallara baxaq. Məsəl üçün birincidə 5, 8, 6'nı götürsəm 3 vəziyyət. İkincidə isə burada 3 əvvəldə gəldi. Burada isə ortada götürürəm. Yəni ikinci mərtəbəsində götürürəm. Onda bunu belə yazaq. Deməli burada gəlir artıq. Burada da gəldiyinə görə bir vəziyyət. Vurulsun və 8 və 6'nı götürürəm 2 vəziyyət. Bu da bizə verir 3 vuraq 1 vuraq 2, deməli 6. Deməli bunun A'sı, B'si, bir də C halı üçün baxdıq. İndi isə üçüncü deməli vəziyyətə baxaq. Yenə 5, 8, 6'nı götürsəm 3 vəziyyət, üstə vuraq daha doğrusu 8, 6, 2 vəziyyət. Bir də artıq burada digərlərində 3 burada əvvəldə, burada ortada, burada isə 3'ü mən harda götürəcəm? Sonda götürəcəm. 3'ü mən sonda götürəcəm. Bu da bizə verir 3 vuraq 2 vuraq 1 bərabərdir 6. Hər 3'ü bir yerdə 6 vuraq 3 bərabərdir. Nə verir bizə? 18. Sonra bunun halını necə adlandıraq? Biz bunu adlandıraq. Necə? Birinci vəziyyətdə 3 heç birində olmadı. Burada artıq isə ikinci vəziyyətdə hər mərtəbədə bir dəfə təkrarlansın. Gəlin üçüncü hala baxaq. Üçüncü halda da, yəni üçüncü üsulunda, daha doğrusu üçüncü vəziyyətinə görə əlaqələndirəndə burada 3'ün deməli 3'ün vəziyyəti 2 dəfə təkrarlanan yerlərə baxaq. Məsəl üçün burada 3 burada gələ bilər, bir də 3 burada gələ bilər. Artıq digərlərində nə olacaq? 2 dəfə təkrarlanan halında burada isə artıq 5, 8 hal 3 vəziyyət olacaq. Onda burada da hasil verir 1 vuraq 1 vuraq 3 bərabərdir 3. Sonra 3'ün deməli axırda 2 mərtəbəsində təkrarlandığı hala baxaq. Onu da belə götürək. Deməli birincidə 5, 8 hal 5, 8, 6 3 vuraq. Sonra burada isə belə yazarıq. Dedik axı 3'ün 2 dəfə təkrarlandığı. Yəni əvvəldə ortada, burada isə ortada sonda. Bu da bizə verir bərabərdir. Nə verəcək? Yenə 3 vuraq 1 vuraq 1 bərabərdir 3. Sonra indi qaldı harda? 3'ün əvvəldə və sonda gələn vəziyyət üçün baxaq.
üçün əvvəlində və sonda gəlinən halına. Onu da buradan belə yaza bilərik. Yerimiz onu da belə yaza bilərik. Belə yaza bilərik. Deməli, burada yazsaq ki, deməli, qırmızı qələmdən götürək. 3 burada gəlsin. Burada artıq götürə bilərik 5, 8, 6, 3 vəziyyət. Bir də 3-ün axırda gələnə. Mən qırmızı qələmlə yazıram ki, üçlər daha çox cəlb olunsun, görünsün burada vəziyyətlər. Deməli, bunun da deməli 3 vəziyyətdə qurula bilər burada. Deməli 3, 3, 3. Bu da bizə nə verəcək? 3 dəfə 3-ün 9 verəcək bizə. Sonra bir də qaldı 3-ün bütün mərhələlərdə öz olsun bu hal. İndi biz bu halı nə adlandıraq? 3-cü vəziyyətdə 2 dəfə təkrarlanır. Gəlin bunu da adlandıraq. 3-cü vəziyyətdə 2 dəfə təkrarlanır. Üçüncü vəziyyətdə 2 dəfə təkrarlanır. Bir də bizim qaldı dördüncü halımız. Dördüncü halımız. 3'ü bütün mərhələlərdə özünü yaza bilərik. 3'ün bütün mərhələlərdə özü. Məsələn, burada verə bilərik ki, bütün mərhələlərdə özü olsun. 3'də 1, 3'də 1, bir də 3'də 1. Bu da bizə nə verəcək? Deməli, hər biri 3'ü yalnız hərəsində bir dəfə götürməklə. Yəni, nə demək istəyirəm? Məsələn, 333'ü artıq hamısı 3 olduğu halda. Burada da hasili verir. 1 vuraq 1, vuraq 1 bərabərdir 1. Bir də belə var. Deməli, bütün halları cəmləsək, toplasaq, bizə nə verəcək? Deməli, burada 6, 18 yazıram. 6, 18, 9 və 1. Deməli, bizə nə verdi? Ümumi cəm 34. Bu üsulumuz hansı üsul oldu? Qutu üsulumuz oldu. İndi isə baxaq digər üsula. Digər üsulumuz hansı üsuldur? Digər üsulumuz isə qraflarla təşkil olunan üzrə ağac üsulumuzdur. Baxaq üsula. Deyək, mən buranı təmizləyim, rahat olsun. Baxaq. Ağac üsulumuzu necə qurarıq? Ağac üsulumuzda yoldaşlar deməli belə olacaq. Bu bizim ağac üsulumuz, qeyd eləyək. Deməli burada yazsam, deməli 3 artıq 3 təkrarlana bilər də biz şərtdə qeyd elədik. Ona görə də biz bunu belə yazarıq. 3, 5, 8 və 6 hər birində deməli burada 3'ün özü təkrarlana bilər. Burada yenə 5, 8, 6'nı veririk. Burada artıq isə 3'ün özünü yenə təkrar götürdük. Artıq 5 ola bilməz. Ona görə 8, 6'nı götürürüm. Çünki digər ədədləri istəmir də təkrarlama. Yalnız 3 istəyir. 5 üçün də bunu qurduq. Sonra 8'ə baxaq. 8'ə baxaq. Mən bunu buradan aralı yazsam sizə mane olmasın. 8 üçün də biz belə yazarıq. 3, 5, 6. Bir də 6 üçün var. Bunu da qursaq yenə. 3, 5, 6'nın özü olmayacaq. 8. Deməli, bu hal üçün 4'ü burada. Deməli, 3'ü burada, 3'ü burada, 3'ü burada. Bizə nə verdi? Deməli, 3, 3, 3, 9, 4. Deməli, 13 dənə burada bizə verdi. 13 dənə. Bu burada qalsın. Növbəti baxaq 5'ə. Deməli, 5 üçün baxaq. Deməli, hər biri yenə 3, 8, 6 üçün. 3, 8, 6. 8 artıq burada 5 ilə 8 təkrarlanmadığına görə biz nə götürəcəyik? Deməli, bir dənə 3 ilə 6'nı verə bilərik. Bir də burada 6'nın özündə 5 ilə 6 yenə təkrarlanmayacaq. 3 ilə 8 olacaq.
3-ünə 8 olacaq. Burada da saysaq hər bir üçün nə qədərdir? Deməli 3-ü burada, 2-si burada, 2-si burada. 3, 2, 5, 2 də burada 7. Deməli 7 vəziyyəti də burada yaratdıq. Burada 7 vəziyyət. 3 üçün, 5 üçün, indi isə baxaq 6 və 6-cı. 6-ya baxaq, sonra 8-ə baxarıq. Burada da hər biri 7 olacaq. Amma şübhə yaranmasın deyə yenə də yazıram. Deməli 3 təkrarlana bilər, 6 təkrarlana bilməz. Ona görə 5 ilə 8. Burada isə 3 təkrarlana bilər, 5 ilə 6 olmaz, 8. Burada isə deməli 3 təkrarlana bilər, 5 ola bilər, amma 6 ilə 8-i götürə bilmərik. Burada da hər biri 3, 2, 5, burada da 7. Deməli bu da oldu 7 və bircə dənə 8 qaldı. 8-i də gəlin yenə də yazaq, şübhə qalmasın. Amma 8-i götürək. 3, 5, 6 hər biri deməli 3, 5, 6. Burada da 3, 6, digərində də 3, 5. Burada baxaq, yenə burada da 7 olur. Baxın, 3, 2, 5, 2 də bu 7. Deməli, 34 almışdıq biz bayaq qutu üsulundan. Burada da yenə həminki qayda ilə baxın. 13 burada, 7, 7 və əlavə bir dənə də 7. Və yaxud da belə yaza bilərik. 13 üstə gəlinsin, 7 vuraq 3, 21 ilə də 13 bizə verir 34. Belə hər iki üsulun ikisini də izahını verdim. Diqqətinizə görə təşəkkür edirəm. Çox sağ olun.